Zevkləri, bugün sizlərlə belə bir paylaşdığımız məktublu belə bir sualın izahını verəcəm. Burada şəkildə neçə dənə paraleloqram olduğunu soruşur. Artıq şəkildən görünür ki, düz xətlərin hamısı bir-birinə demək olar ki, paraleldir. El düz xətdir, öz aralarında M və D düz xətdir. Biz burada nəyə fikir verək? Deməli, əvvəlcə M və L düz xətləri, paralel düz xətləri kəsişərsə, neçə dənə paraleloqram yaranar? Gəlin ona baxaq. M-dən neçə dənədir? 4 dənə. Və siz o 4 dənədən hansı ki 4 dənədən hansı ki ikisini götürüb istifadə edəcəksiniz. Paraleloqramın bir tərəfi üçün. 2 dənə bu düz xəttdən götürdünüz. L düz xəttindən də 3 dənədən ikisini götürsəniz paraleloqram yaranar. Gəlin hesablayaq. Deməli 4 dənədən 2-nin kombinizonu 4 faktorial, 2 faktorial vurur 2 faktorial. 2-lər getdi, 3, 4-ün 12, 6 eləyəcək burada. Burada da 3. 6 üçün 18 dənə burada yaranır M və L-də. İndi M-lə D-nin yaratdığı paraleloqramlara baxırıq. M-dən, çünki M düz xəttinin ikisini götürsəm, D düz xəttinin də ixtiyari ikisini götürsəm paraleloqram yaranır. M-dən 4 dənədə ikisini seçirəm. D-dən də 5 dənədə ikisini seçirəm. 4 dənədən 2-nin kombinizonu eləyəcək deməli 6. 5 dənədən 2-nin də kombinizonu 5 faktorial, 3 faktorial, 2 faktorial. Bu da 10. Bu da verəcək mənə 60. 5, 3 ilə getdi, 4, 5, 20, 60. Yaxşı. Və indi MD, ML, DL axırda tətbiq eləyək bunu. DL-də nə qədərdir? D və L-də D-dən 5 dənədən ikisi, L-dən də 3 dənədən ikisini seçirik. 5 dənədən 2-nin kombinizonu eləyəcək 10. 3 dənədən 2-nin kombinizonu da eləyəcək deməli 3. 30 dənə də burada. Onda cəmsi nə qədərdir? 30 üstə gəlinsin 60, üstə gəlinsin 18 və burada beləliklə 108 dənə paraleloqram alınır.